Mən sizlər üçün nə hazırlayıram? Şorqoqalın içliyi. Rəziyanı və cirəni yaxşıca qovururam və soyuduram. Soyumuş ədviyyatları kafemolkadan keçirdirəm. Cirə ilə rəziyana mütləq qovrulmalıdır ki, şorqoqalın içliyi dadlı olsun. Kafemolkadan keçirilmiş ədviyyatlar bax bu cür nə təzdən mən belə ələkdən keçirdirəm. Qoqalın içliyin mən xəmir yoğuranda hazırlayacağam. Xəmir yoğuran qabına un əlavə elədim, duz, ədviyyatları, istiot, sarı kök, mütləq kərə yağı olmalıdır və bu cür nə umaç hazırlayıram. Qalan ədviyyatı isə yığıram şüşə qabın içinə və uzun müddət soyuducuda saxlayacağam. Lazım olduqca istifadə edəcəm. İçliyi də yaxşıca qovururam və soyuducuda saxlayıram.